Piri də Tanrı yaradıb, sınanılıb və heç kim boş-boşuna inanmır yazıbdır burada. Ümumiyyətcə, pirləri Tanrı yazıb burada, yəni pirləri Allah yaratmayıbdır. Yəni Allah Taala yer üzündə pir yaratmayıb və bizlərə pirlərə getməyi əmr eləməyibdir. Nə Quran-ı Kərimdə, nə Peyğəmbərimiz Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə pirlərə getməyi buyurmayıbdır. Yəni Quranda 6000-dən çox ayə var, bir dənə belə ayə yoxdur ki, orada Allah Taala bizlərə desin ki, gedin pirlərə, pirlərdə qəbirlərin başını təvaf eləyin, pirdə yatandan yardım diləyin. Pirlər şirk ocağıdır. Allaha şərik qoşurlar insanlar orada. Həmçinin pirlər gəlir mənbəyidir. İnsanlar gedib orada həm pullarını xərcləyirlər, həm də Allaha şirk qoşurlar, şərik qoşurlar. Yəni baxırsan gedib pirdə yatandan uşaq istəyirlər, maşın istəyirlər, sağlamlıq istəyirlər, şəfa istəyirlər. Halbuki bunların hamısını insana bəxş eləyən, insana verən uca Allahdır, Allah. Allah Taala Quran-ı Kərimdə buyurur ki, mənə dua eləyin, məndən istəyin. Demir pirlərdən istəyin, pirlərə gedin. O görə müsəlman pirə getməz. Yəni peyğəmbərlər pirlərə getməyiblər. Əksinə peyğəmbərlər insanları pirlərdən çəkindirirdilər, uzaqlaşdırırdılar. Yəni pirdə yatan bizə heç bir şey verə bilməz. Pirdə yatan da sənin, mənim kimi bir insan idi, bir bəşər idi. Ölüb gedibdi. Yəni pirdə yatan da sağ olanda Allahdan istəyirdi. O görə Allahdan istəmək lazımdır. Müsəlman pirə getməz yəni. Müsəlman gedər məscidə gedər. Çünki məscidlər Allahın evidir. Məscidə gedər müsəlman. Pirlərə baxsan yenə deyirəm, pirlərdə insanlar gedib həm pullarını xərcləyirlər, həm də gedib orada Allaha ortaq qoşurlar. Baxırsan gedib pirdə, nə bilim, əski bağlayır ki, uşağı olacaq, əski bağlayır ki, bu evlənəcək, nə bilim, pirdə yatanın qəbrinin başına fırlanır, ondan ev istəyir, maşın istəyir, uşağı olmur, gedir pirdə yatandan uşaq istəyir. Bunlar hamısı Allaha şərik qoşmaqdır. Allah yanında ən böyük günahdır, ən böyük günahdır Allahın yanında. Ona görə də pirlərə getmək, İslam dini pirlərə getməyə icazə vermir, qadağan edir. Çünki İslamiyyətdə, yəni İslam dinində ümumiyyətcə pir deyilən bir şey yoxdur yəni.